Məşhur ifadədir, mən ərəfə nəfsə, fəqəd ərəfə Rəbbə. Hər kim nəfsini tanısa, özünü tanısa, həqiqətən şübhəsiz o Rəbbini tanıyar. Yaxşı, burada mən deyəndə nəyi nəzərdə tuturuq? Özünü tanıyanda bu öz nədir? Bunu bilsək, o Rəbbə olan keçidi də biləcəyik. Birinci ehtimal, özünü tanımaq deyəndə bədən nəzərdə tutulur. Yəni mənim bədənim, əzalarım, daxili orqanlar, o orqanların fəaliyyəti, damar və ilaxır. Bədən deyəndə bu nəzərdə tutulur. Bu düzdür yoxsa yox? Bu da düzdür. Hansı cəhətdən sən öz bədənində gedən prosesləri bilsən, anlasan, sən anlayarsan ki, belə mükəmməl bir sistemin yaradılması bu öz-özünə baş verə bilməz. Sənin içində gedən proseslərin sadə bir dənə prosesi izləyəndə sən heyrətə gəlirsən. Adicə əlin yumulub açılması var ha. Biz gündə 1000 dəfə əlimizi yumub açırıq. Bunun içində o əzəllərin bir-birinin içinə girməsi, göstəriş verəndə bu əzəllər genişlənməsi, bu proses necə olur? Elə o pasebniklər olur. Onun üstündə bir reyslərdə hərəkət edən bir sistemdir. Bu sistemin içində yağlanmaları var. Hərəkət edən o halqaların paslanmaması üçün sadə dillə deyək, onu yağlayırlar. Ciddi bir proses və xidmət və qulluq gedir ki, mən əlimi yumacam və açacam. Sadə bir dənə prosesdir. Bir dənə bunu düşünəndə görürsən ki, əslində kosmos böyük deyil. Ən böyük kosmos insanın özüdür. Kainatdan da böyük proseslər bizim içimizdə gedir. İkinci, vücud olaraq ekzistensial tanıma. Ekzistensial tanıma nədir? Maraqlı bir faktla qarşılaşırıq. Biz daha dərin psixologiya deyim də, ekzistensial terapiya və bu mövzu ilə işləyən insanların əsərlərində görür ki, insan öz bədənini unuda bilir. Məsələn, Hasan demişik ki, bu əl mənimdir. Məsələn, sizdə elə bir şey olub demişik ki, bu əl mənimdir. Bu çiyin mənə məxsusdur. Rollo May'in bir əsəri var, özünü axtaran insan. Bu mənimdir. Bunun maliki mənəm. Özünü axtaran insan əsərində, yəni insan özünün axtarışında, belə tərcümə eləyək. Orada bölmələrdən biri budur, bədən. Və deyir ki, biz çox vaxt bu bədənin bizə məxsus olduğunu unuduruq. Uşaq deyir, ilk anladığı mövzulardan biri budur. Bu əl mənimdir. Deyir, uşaq bunu başa düşür ki, bu əl mənimdir. Çimdikləyəndə ağrıyır. Ancaq sonradan biz onu unuduruq. Bədəndən istifadə edirik, fərqinə varmadan ki, bu mənimdir. Və deyir ki, bir dənə onu dərk insanın bir çox psixologiyasında dərklərə səbəb olur. O bilmək ki, mən canlıyam, mən varam. Çox vaxt mən var olduğumu dərk eləmirəm. Məsələn, mən bununla da əlaqələndirirəm ki, mənim var olduğumu anlamaq bu da Rəbbə sənə gedib çıxardır. Amma mən dərk eləyirəm, hiss eləyirəm, qarşımda olan insanlar da canlıdır. Üçüncü, mən deyərdim ki, insanın psixologiyasında olan hisslər, insanın psixikasını anlamağı və orada baxıb görürəm ki, mənim hisslərim var. Bu hisslər heç vaxt maddi qabın içində ola bilməz. Bu hisslərin qabı da metafizik olmalıdır. İçində sevgi var. Daxili aləmim bədənimdən heç də zəif deyil, daha mürəkkəbdir. Və dördüncü bir mən deyəndə də beynimə bir şey gəlir. Bu artıq irfani bir dərkdir. Mənə də bir şey saxlayır. Psixikadan da o tərəfə getmək. Ki, insanın irfani olaraq anlamaq ki, yəni psixologiyadan da dərində də bir qatılar var.